Bugün Əhməd Cavadın 11-ci sinifin dərsliyindən Səsli Qız poemasını keçirir. Səsli Qız poemadır. Mən bir balaca təhlillə bağlı məsələləri deyim. Kitabda da işarələyərsiniz və yaxud evdə də oxuyanda kitabda işarələyərsiniz. Baxın, nələrə diqqət edəcəyinizi deyirəm. Səsli Qız poemadır. Poemalar bilirsiniz ki, epik növ sayılır. Əsərin sujet xətti var. Sujet xəttin 5 mərhələsidir. Yəni, əsərin deməli, giriş hissəsi var, sonra düyün və ən yüksək, düyünün açılması və final son nöqtələri var. Yəni, əsərin sujet xətti var. Amma əsər nəzmlə yazılıb, yəni şeiriyyət formasındadır, nəzmlə yazılıb. Poemalar, adətən bilirsiniz ki, poemalar nəzmlə, şeirlə yazılır. Bunu da dedik. Əsərdə təhkiyə var. Təhkiyə, yəni hekayəvari danışıq deməkdir, nağılvari danışıq deməkdir. Təhkiyə var. Əsərdə təsvir var. Unutmayaq uşaqlar, bəzən görürsünüz ki, bizim kitabda ixtisarla verilib 11-ci sinifin dərsliyində. Əsərdə təbiət təsvirləri var. Kimsə deyər ki, məsələn, təbiət təsviri harda var? Mən harda görəm təbiət təsviri? Amma yadda saxlayın, bax, sizə testlərdə düşsə ki, Səsli Qız poemasında təbiət təsviri varmı? Deyəcək ki, var. Təbiət təsvirləri də var. Əsərdə nədən söhbət gedir? Əsərdə hələ ki, sujet xəttinə başlamamışdan təhlillə bağlı məsələləri deyim. Əsər iri həcmlidir. Düzdür, şagirdlər həmişə sual verir ki, müəllim, bu nətər iri həcmlidir? Belə deyək də, bir neçə səhifədən ibarətdir. Bu necə iri həcmlidir? Amma sizə testdə düşsə, bilin ki, bu iri həcmli əsərdir. Yəni, Əhməd Cavadın iri həcmli əsərlərindən biridir. Bu poemada hadisələr qədimdə baş verib. Amma hansı bir tarixdə baş vermiş hadisədir. Amma hansı tarixdə baş verib, bu bizə məlum deyil. Yəni, tarixdə baş vermiş bir hadisədir. Bunu da dedik. Sonra əsərdə yadda saxlayaq ki, əsərin müəyyən əsərdə qaldırılan problemlər, burada məsələlər var. Əsərin birinci məsələsi vətən uğrunda mübarizədir. Azadlıqdır, müstəqillikdir, düşmənə nifrətdir. Bunları yadda saxlayaq. Və təbii ki, burada əsərin ideyası da ondan ibarətdir ki, əsərdə vətən uğrunda mübarizədir. Yəni, vətən uğrunda, azadlıq uğrunda mübarizə aparmaqdır. Əsas ideyası. İdeya nə idi? Çıxardığımız nəticə. Yəni, vətən uğrunda mübarizədir, azadlıq uğrunda, müstəqillik uğrunda mübarizədir əsərdə. Bu hissəni də dedim. Sonra əsərdə obrazlar var. Amma obrazların xarici və daxili xarakter xüsusiyyətləri, görünüşü deyək də, belə deyək. Haqqında bir neçə cümlədir. Bu bir neçə cümləni işarələyək, yadda saxlayaq. Deməli, bir obrazın, əsərdə danışacağım obrazların daxili və xarici görkəmi ilə bağlı bir neçə cümlə verilib. Bu bir neçə cümləni də yadda saxlayaq. Və əsər epik növdə olsa da, bunu vaxtı ilə də demişik, əsərdə lirik növə aid şeir də var. Yəni, şeir də var əsərdə, janr da var. Məsələn, 8, biz adətən bir misrada 8 heyecanı sayırdıq gəraylı. İndi bunu da gəraylı saymasaq da heyecan vəzinli şeir var. Deməli, əsər epik növdədir. Amma epik növdə olsa da əsərdə nə var? Lirik növə aid janr da var. İndi qarşıda bunlar haqqında danışacağım ki, necədir. Əsər əslində başlayır sujet xəttinin, ekspozisiyası başlayır nə ilə? Əsərdə, belə deyək də, proloq da var. Belə deyək, kompozisiyanın ünsürlərindən olan proloq da var. Bunu təhlil haqqında danışıram, hələ əsərin sujetinə keçməmişik. Əsərin proloqunda nədir? Proloq, kompozisiyanın ünsürlərindən biridir. Kompozisiyanın ünsürləri proloq, epiloq, sonra peyzaj, lirik ricət, haşiyə, bir də epiqraf. Atalar sözü, məsələlər, zərbi məsələlər. Və bunlar idi. İndi burada proloq var. Proloq nəyi saymaq olar? Əsərin proloqu, əsərimizin baş qəhrəmanı bir qızdır. Sara haqqında, Saraya edilən müraciətlər, Saranın səsinin tərifi, Saranın səsinin tərənnümü əsərin sayılır proloqu. Proloq. Yəni, öndə proloq nə idi? Əsər başlamamışdan əvvəl öncədən məlumat vermək, əsərdə məlumat vermək. Deməli, əsərimizin baş qəhrəmanı Sara adlı bir qızdır. Yəni, səsi gözəl olan Sara adlı bir qızdan söhbət gedir. Gəldik əsərin sujet xəttinə. Əsərin ekspozisiyası nə ilə başlayır? Göstərirlər ki,
Təbii ki, şeiriyyatla da bəzən mən belə deyək də, şeiriyyatdan istifadə edəcəm ki, o misralar yadınızda qalsın. Əsəri müəllif danışır, deyir ki, oxudum tarixlərdən oxumuşam. Bu tarix sözünü yadda saxlayarsınız. Deməli, bu real hadisədir. Oxudum tarixlərdən bir zalim hökümdar, amansız hökümdar olur. İndi mən bunu nağlıvari kimi arada bir deyəcəm, amma şeiriyyatla da deyə belə danışıram. Deməli, deyir, oxudum tarixlərdə amansız bir hökümdar bir ölkəni amansız şəkildə tarmar eləyir, dağıdır. Deməli, bunu belə deyək də, bir zalim hökümdar olur ki, bir başqa ölkəyə hücum eləyir və həmin ölkəni amansızcasına tarmar eləyir. Tarmar eləmək, yəni dağıtmaq. Amansızcasına dağıdır. Və 6 aydan çox, bu cümlələrə diqqət edək, 6 aydan çox həmin ölkəni mühasirədə saxlayır. Yəni, bir qaniçən hökümdar 6 aydan çox, bu testlərə düşür ağa, 6 aydan çox həmin ölkəni əsarətdə saxlayır, yəni mühasirədə saxlayır. Və 6 aydan sonra, 6 aydan çox bir müddətdə həmin o ölkə, yəni bir qaniçən hökümdarın hücum elədiyi ölkə məğlub olur. Təbii ki, indi belə deyək də, qoşunlardan biri məğlub olar, biri qalib gələr və burada belə bir səhnə yaranır. Bu məsələni mən sizə deyim, baxın. Burada qalib hökümdarın adamları nə qədər bu, belə deyək də, burada əskərlər var idisə, döyüşən insanlar var idisə, hamısının kitab cümləsindən desək, xınc doğrayır. Yəni o, elə bilin ki, təqlidi sözdə xınc, yəni kəsir. Adamları döyüşkən ordunun hamısını kəsirlər, doğrayırlar adamları. Və müəllif burada göstərir ki, məğlub olan ölkəni, uşaqlar, cənnətə bənzərmişdir. Cənnət kimi bu ölkə məzarlığa dönmüşdür, kitab cümləsidir. Deməli, bu ölkəni, məğlub olan ölkəni, əsərimizin müəllifi nəyə bənzədir? Cənnətə bənzədir. Deməli, ölkəmiz cənnət kimi bir yer olur. Cənnət kimi deyil, bir ölkə məzarlığa dönmüşdür. Və qalib şah, kim qalib gəlibsə, qalib şah gəlir o məğlub ölkəyə və məğlub ölkədə görür ki, insanlar ağlayır. Və təsəvvür edin, nə edir? Ağlamağı yığışdırır. Kitab cümləsindən desək, ağlamaq zat deyir ki, ağlamağı tamamilə yığışdırır. Gülmək zatən yox idi, kitab cümləsi belədir. Gülmək zatən yox idi, ağlamağı hamısını yığışdırdı, ləğv elətdirdi. Hökümdara bax, dedi ki, sağ qalanlar kimdirsə, yəni qocalar, qadınlar, uşaqlar qalar da sağ qalan. Sağ qalanlar kimdirsə, həmin o sağ qalanlardan, sağ qalanlara nə dedilər? Dedilər ki, ağlamaq yasaqdır, yox, gülmək, belə deyək də, ağlamaq yasaqdır, kim istəsə gülə bilər, yəni əylənə bilər. Birinin atası ölüb, birinin tutaq, belə deyək də, qohumu rəhmətə gedib, hərədə bir rəhmətə gedib də, kimsə rəhmətə gedib. Onsa gülən yox idi, ağlamaqda yasaq elədi bu hökümdar. Bu belə. Və burada müəllif deyir ki, baxın, zavallı deyir, məğlub ölkə deyir, sənə nə hüquq, nə də haqq. Deyir, məğlub olmuşsan da sənin haqqın nəyə çatır? Müəllifin sözü daha, kitabda bunu da işarə eləyərsiniz. Deyir ki, zavallı məğlub ölkə, sənə nə hüquq, nə də haqq. Yəni, sənin nə haqqın var danışırsan da öz dilminlə deyirsən. Məğlub ölkə deyir ha, zavallı məğlub ölkə deyir. Və həmin bu qalib hökümdarın, qalib gəldiyi günün səhərsi, yəni ertəsi, belə deyək, səhər tezdən, bütün qaldırımlar, kitab cümləsi belədir, bütün qaldırımlar hamısı təmizlənir. Qaldırımlar nədir uşaqlar? Qaldırım artıq könəlmiş sözdür. Mikail Müşfiqin şeirində də bu öyrənəcəksiniz. Qaldırım səki deməkdir. Yəni yol qırağındakı səkilər. Səkilərin hamısını təmizlətdirir. Çünki səkilərdə hamısı qan ləkəsidir. Ölənlər bir tərəfdən, qan ləkəsi bir tərəfdən. Qaldırımlar, kitabda qaldırımdır. O qaldırım sözünü işarələyib səki yazarsınız da. Çünki artıq arxaik söz kimi işlənir. Deməli, qaldırımdan bütün olan nələr varsa hamısını yığışdırır. Qalib hökümdar deyir ki, yığışdırın. Burada olmamalıdır, qalmamalıdır. Hər şeyi yığışdırır. Nə qədər çirkin var isə, pislik varsa, hər şeyi yığışdırır və deyir ki, mənim gəlişimi, belə deyək, toy bayram eləməlisiniz. İndi baxın. Və məğlub ölkə, təsəvvür edin, məğlub olub da, birinin atası, birinin qardaşı, birinin əri həlak olub döyüşdə. Həmin o ölkə, baxın,
həmin ölkə hazırlaşırdı istiqbala. İstiqbal nə deməkdir? İstiqbal sözünün mənası, uşaqlar, istiqbal sözün bundan əvvəl Mirzə Ələkbər Sabirdə istiqbalımız lağlağıdır şeiri var idi. Orada yəni öyrənmişsiniz, yəni satirasında. İstiqbal sözünün iki mənası var. Birincisi istiqbal gələcək deməkdir. Orada Sabirdə də istiqbalımız lağlağıdır, yəni gələcəyimiz lağlağıdır. Bunu demək istəyir. Bir də ikinci mənası var, qarşılanma deməkdir. Kimisə qarşılayırsan da bu da istiqbal sayılır. Burada görək nədir? Deməli, burada məğlub ölkənin insanları hazırlaşırlar istiqbala. İstiqbal burada nə deməkdir? İstiqbal sözünün mənası burada qarşılanma deməkdir. Deməli, məğlub ölkəyi biz deyək, belə deyək də, və hazırlaşırıq ki, qaniçən bir hökmdar, bizim belə deyək də, qardaşımızı, ya belə deyək, qohumumuzu öldürən bir qaniçən hökmdarı qarşılamağa gedək. Deməli, burada istiqbal hansı mənadadır? Qarşılanma mənasındadır. Onu da yadda saxlayaq. Və burada qarşılamağa başlayırlar. Görək qarşılanma hansı şəkildə olacaq? Buna diqqət edək. Burada onsuz da yas idi də, yəni vay deyək, kitab cümləsindən vay deyək, yəni yas idi, hüzür idi. Vayı ləğv elətdirdi. Qalib hökmdar dedi ki, heç kəs yas saxlamasın, öz dilimizdə desə. Kitab cümləsi ilə desə, vayı ləğv elədilər. Hər yerdə əmr elədi ki, hər yerdə toy səsi gəlməlidir. Baxın o, dünənləri qohumlar ölüb də belə deyək, ata, ana, qardaş və s. Kimlərsə ölüb, döyüşdə iştirak edən kimlərsə ölüb. İndi bizə deyir ki, toy olsun deyir, toy səsi gəlsin. Əmr edildi toy səsi. Baxın o, qalib hökmdar deyir ki, mən belə istəyirəm. Və bu təbii ki, belə istəyirdi və bu məqamda kitab cümləsi ilə yenə desək, qalib hökmdarın, qaniçən hökmdarın gəlişi qanuni bayram oldu. İndi oldu belə deyək də bayram. Kitab cümləsi də bizdə belədir ki, artıq bayram şənliyinə hazırlaşırlar. Məğlub hökmdar, yəni məğlub belə deyək də ölkə, daha doğrusu. Məğlub ölkə nəyə hazırlaşır? Bayrama hazırlaşır. Gəlişi deyib, qanuni bayram oldu. Və bunu da dedik və burada diqqətli qulaq asaq, buna xüsusi bir neçə cümlə var ki, bunu deyəcəm. Bu qalib hökmdar ölkədə olan, yəni sağ qalan, məğlub olan ölkədə qadınlara, baxın, işgəncə verirdilər. Yəni bu hökmdarın xarakter xüsusiyyətini göstərir. Bir haşiyə çıxın, burada təhlildə ola bilər, yadımdan çıxar demərəm. Qalib hökmdarın, burada elə qalib hökmdar adı çox çəkilir. Amma yadda saxlayın, testlərdə düşür. Qalib hökmdar az iştirak edir. Amma az iştirak eləsə də, qalib hökmdarın burada xarakter xüsusiyyəti bizə tamamilə aydın olur. Azı yadda saxlayın. Qalib hökmdar necə iştirak edir? Az iştirak edir. Əslində məğlub hökmdar da az iştirak edir. Amma testlərdə daha çox təhlillərdə qalib hökmdarla bağlı düşür ki, qalib hökmdar az iştirak edir. Azı yadda saxlayarsınız, belə. Və burada müəllif göstərir ki, məğlub olan ölkədə olan qadınları, deməli belə deyək, işgəncə verirdilər və onları keyf məclisində əyləncə vasitəsi kimi istifadə edirdilər, 2, və onları əsir bazarında qul kimi satırdılar qadınları. Və burada müəllif, əsərimizin müəllifi və müəllif burada müraciət edir. Deyir ki, insan qəribədir. Baxın, burada bir fəlsəfi məsələ var. İnsan deyir, qəribədir. Deyir, əgər bir insanın qanını içsən, qanını içmək nə demək ki, öldürmək, belə deyək, canını alsan, yəni öldürsən, qanını kitab cümləsilə desən, xortlatsan, xort içsən də belə deyək. Bu iki, onun beynini dağıtsan, bir insanın, baxın, canını əldən alsan, qanını xortlatsan və belə deyək, üçüncüsü, beynini dağıtsan. Beynini dağıtmaq nə demək ki, öldürmək deməkdir. Hətta deyir, bir qadının fəryadını boğsan deyir, yəni qışqıran fəryadını, səsini boğsan deyir, o deyir, öz sevdiyinin adını unudar. Sevdiyinin belə adını unudar, yəni bir insanın səsini boğsan, kəssən, məcbur eləsən, o neyini yer deyir, öz sevdiyinin adını unudar. Bunu da dedi və hətta burada baxın, bir qıza deyir, işgəncə versəz, kitabda da oxuyarsınız, hər hansı bir işgəncə versəz, və yaxud bir gəlini hərraca qoymaq, hərrac yəni auksiyon, satmaq deməkdir. Bir gəlini
hərraca qoyub deyir. Əgər deyir, qul bazarında, əsirlər bazarında satsan, baxın, işgəncələr saydım ha. Bunlar eləsən deyir. Özü də deyir, çəkilib bir qırağda baxsan, məğrur, qürurlu, çəkilib qırağda baxsan. Yəni, bir adama işgəncə edirsən də, istər qadına, istər qıza, istər gəlinə, bir adamın canın əlindən al, bir adama belə deyək, işgəncə verdi. Özü də deyir, çəkil qırağda dur. Müəllif deyir, ha. Özü də deyir, çəkil qırağda dur və deyir, görəcəksən ki, deyir, baxın buna, görəcəksən ki, deyir, həmin o işgənciyə məruz qalmış adam deyəcək ki, bax, sənin qanlı əlində deyir, sənin qanlı əlində deyir. Nə qədər deyir, nə var? Güc var. Sənin qanlı əlində. Hətta deyir, səni bağışlayacaq. Yəni, zülm eləyən adamı bağışlayacaq. Özü güləcək deyir, gülə-gülə bağışlayacaq. Bağışlayacaq və özü də güləcək deyir. Yəni, bunu nə demək istəyir? Demək istəyir ki, bəzən doğrudan da həyat belədir. Bu fəlsəfi bir məsələdir. Bunu mən bir haşiyə çıxım deyim. Bir nəfər zülm eləyən adam olsa, ona itaət eləyənlərin sayı daha çox olar. Amma nəinki onu sevən adam. Bu, ailədə də belədir. Uşaqlar, işdə də belədir, həyatda da belədir. İndi qalanın bir qədər sonra danışaram, yəni mövzumuzdan kənarlaşmayım. Bir adama nə qədər çox zülm eləsən, o sənə daha çox tabi olar. Yəni, əsərdə müəllif bu məsələni bizə qabartmaq istəyir. Və burada gəldik əsərimizə qayıdaq, əsərimizi davam edək. Və bundan sonra göstərilir ki, baxın, ölkədə qırğın olub, ölkədə vay səsi kəsilib, toy səsi əmr olunub, amma buna fikir verək, ölkədə satqınlar da var. Yəni, bu ölkədə də satqınlar var. Əsərimizdə satqınlar var. Görək satqınlar kimlər olur? Baxın, Vaqif əsərində də belə bir obrazda var idi. Bu əsərdə də satqınlar var. Satqınlara baxın. Baş keşiş bilirsinizsə, yəni, belə deyək, xristiyanlıqda olan bir kilsənin rəhbəri deyək. Keşiş, baş keşiş, bir. İkincisi, xoca, şişman xoca, yəni kök varlı bir imkanlı bir şəxs. İki. Üçüncüsü, şeyxlər, yəni dindar şəxslər. Üç. Tacirbaşı, yəni belə deyək də, tacirlikdə ən üst səviyyədə olan tacirbaşı. İndiki dinləndirsək belə deyək, maliyyə naziri, bunlar. Və ölkədə müəyyən insanlar yaltaq insanlardır və bunlar satqın insanlardır. Bunlar yadda saxlayaq. Və bunlar gedirlər, hara gedirlər? Bunlar gəlirlər kimi qarşılamağa? Qalib şahı qarşılamağa, yəni qanıçən şahı qarşılamağa. Halbuki bir çoxunun bəlkə də qohumu, deməli, yaxını, qohumu, həmvətəni öldürülmüşdür. Amma onu qarşılamağa gedirlər. Görək nə ilə gedirlər? Keşiş nə ilə gedər? Yəni, xristiyan dinini təmsil edən şəxs gedir xaçla, əlində xaçla qarşılamağa. Bəs görürsən, şeyx nə ilə gedir? Şeyx isə uşaqlar gedir, bizdə də deyirlər buna, Quran kitabı ilə. Kitabınızda məshəfdir. Məshəf gedir kitabınızda və onu da işarə eləyəsiniz. Məshəf sözünün mənası yadda saxlayın. Quran kitabı, indiki dilləndisək Quran kitabı deməkdir. Quran kitabı ilə gedirlər qarşılamağa. Halbuki bunun vətənində olan həmvətənlərini doğrayıblar, həmvətənlərin öldürüblər bunları. Belə gedirlər bunlar. Və bunlar hazırlaşırlar getməyə. İndi təsəvvürən qalib hökmdarda gəlir ki, mən şəhərə girirəm, ölkəyə girirəm və bu ölkədə məni qarşılayacaqlar. Burada təbii ki, insanlar üçün maraqlı olan, burada uşaqlar üçün, qızlar, gəlinlər, qadınlar üçün maraqlı olan nə idi? Görək hökmdar nətər gəlir. Və biri belə deyək də, hasara çıxmışdı, biri qapıdan baxırdı, biri pəncərədən baxırdı ki, qalib hökmdarı izləyək. Görəsən, bəs məğlub hökmdar hardadır? Mən sizə deyirəm bunu. Məğlub hökmdar isə ölməmişdi, ha. Məğlub hökmdar isə qarışmışdı cəmaatın içərisinə. Və burada müəllif göstərir ki, məğlub hökmdara deyir. Baxın, məğlub hökmdar deyir, keçən gün Allahlıq iddiasına düşmüşdü. Deməli, məğlub hökmdarda özü də mənfi obrazdır. Kitab cümlələri ilə desək, müəllifin ideyasının əksinə yaradılmış obrazdır. Məğlub hökmdara ölkənin, yəni məğlubiyyətə uğramış ölkənin hökmdarı da mənfi obrazdır. Deyir ki, ötən gün
Yəni bir gün əvvəl Allahlıq iddiasına düşmüşdü. Və müəllif ona deyir ki, bizdə deyirlər, öl yerə gir. Müəllif ona deyir, gir yerə deyir, sənin bu boş başından nələr çəkdi məmləkət? Soruş indi göz yaşından. Əsərə bax ona. Müəllif deyir, kimi boş baş adlandırır, məğlub hökümdarı deyir, sənin boş başından deyir, ölkəmiz nə vəziyyətə düşdü? Bax ona, əsərdə deməli məğlub hökümdar da əsərdə mənfi xüsusiyyəti ilə seçilir və belə deyək, müəllifin ideyasının əksinə olan obrazdır. Və bunu da deyəndən sonra əsərdə göstərilir ki, artıq bayraqlar açıldı, yəni bayraqları açdılar və burada belə deyək, boru çalındı. Boru burada deyərkən uşaqlar kitabımızda elədi, boru deyərkən burada şeypur, yəni bildinizlər, o hansısa vaxtı ilə hökümdarı qarşılamağa gələndə şeypurdan istifadə edirlər. Şeypur nədir? Ya belə deyək, nəfəs musiqi alətidir, ya da hansısa bir siqnalda istifadə olunan bir alətdir. Və bu şeypurlar belə deyək, çalındı, borular çalındı və burada atəş səsləri, yəni qaladan, kitabımızda qələ yazıblar, qələ yəni qaladan. Qaladan top atəşi gəldi, yəni atəşlə qarşılayırlar bunu. Atəşlə qarşılayırlar və bizdə əsərimiz ixtisarla verilib. Əsərimizi şərti olaraq iki hissəyə bölüblər, belə deyək, iki hissədən ibarətdir. Amma hər hissə ayrı-ayrı bölmələrdən ibarətdir. Birinci hissəni burada bitirdik. Birinci hissə 5 bölmədən, belə deyək, 5 parçadan, ayrı-ayrı hissədən, parçadan ibarətdir. Bunu yadda saxlayaq. Deməli, əsərimiz iki hissədir. Hər hissə ayrı-ayrı başlıqlardan ibarətdir. Və birinci hissəmiz 5 başlıqdan ibarətdir. Bunu da xüsusi yadda saxlayaq. Gəldik ikinci hissəyə, amma ikinci hissəmiz uşaqlar 6 başlıqdan ibarətdir. 6 ayrıca bölmədən də deyə bilərik, bölmədən də ibarətdir. İkinci hissəmizdə nə göstərilir? Və ikinci hissəmizdə göstərirlər ki, qalib hökümdar, müəllif burada artıq qalib hökümdarı, qaniçən hökümdarı uğursuz hökümdar adlandırır. Uğursuz xaqan adlandırır. Bunlar eyni adamdır. Qalib hökümdar, qaniçən hökümdar və yadda saxlayaq, ayrıca da deyim bunu, üçüncüsü də olacaq, deməli, uğursuz xaqan, yəni eynidir. Burada uğursuz xaqan deməli gəlir, buna diqqətlə fikir verin, necə gəlir? Gəlir, belə ehtişamlı şəkildə gəlir. Gələndə müəllif deyir ki, başladı deməli çirkin söhbət. Burada çirkin söhbət nəyi demək istəyir uşaqlar? Bunu təbii ki, çirkin söhbət burada müəyyən mənada adı dəyişilir. Deyir, başladı çirkin hesab. Kitab cümləsindən belədir. Görək, bu çirkin hesab nəyə nəzərdə tutur? Çirkin hesab budur. Hökümdar atın üzərində gəlir, ölkənin yaltaqları, satqınları. Birinci hissədə ölkənin satqınları, yaltaqları barəsində demişdim. Nəyi demişdim? Baxın, baş keşiş, şişman hoca, baxın, tacirbaşlar, şeyxlər, bir də buna baxın, mömin müsəlmanlar. Ölkədə yaltaqlara, satqınlara baxın, ölkədə bunlardır. Bizdə də Vaqif əsərində, Səməd Vurğunun Vaqif mənzum dramında da şeyxalı satqın idi. Baxın, bunlar da satqındır. Və bunlar neyinirlər? Uşaqlar gəlirlər, ölkədə olan yaltaqlar, satqınlar gəlirlər, üzəngi, bunu demişdik, ata minmək üçün olan dəmir bir, belində sallanan, qarın hissəsində olan 2 dəmir parçadır. Üzəngisindən öpürlər. Çirkin söhbət deyəndə müəllif bunu nəzərdə tutur. Bunun üzəngisindən öpürlər, atın üzəngisindən. Corabından öpürlər. Kitabımızda uşaqlar çaxçur yazıb. Çaxçur sözün özünüz də baxa bilərsiniz. Bir mənasını mən deyim, hələ sizə yüngül mənasını deyirəm. Yəni şalvar deməkdir. Şalvarın yəni bunun ətəyindən öpürlər. Çaxçur. Kitabımızda çaxçur yazıb, uşaqlar bunu da yadda salın, artıq köhnəlmiş sözüdür. Bu günləri artıq istifadə olunmur. Deməli, çaxçur sözündə orada işarələyərsiniz. Deməli, bunu, baxın, çirkin söhbət budur. Müəllif bunu nəzərdə, hesab bunu nəzərdə tuturdu. Sonra bu kürk geyinib, uşaqlar, samur kürkü. Samur heyvanın adıdır. Onun dərsindən olan bahalı bir, belə deyək də, dəridir, kürkdür. Kitab cümləsində kürkdür. Samur kürkü geyinib, samur heyvan adı, yəni elə yadda saxlayarsınız. Geyinib gəlib bu, atın üstündədir. Bunun ətəyindən öpürlər kürkün. Baxın, üzəngisindən, corabından, çaxçur, yəni yüngül mənasını sizə dedim, şalvardan, yəni şalvarın ətəyindən
və bir də ki, kürkdən. Yəni bunun kürkündən, belə samır kürkündən öpürlər. Buna çirkin hesab deyil müəllim. Və hökmdar gəldi, hökmdarı bunu qarşıladılar və hökmdar qarşılanandan sonra məğlub, baxın, məğlub hökmdarı çağırtdırır. Amma buna diqqət edin, qalib hökmdar özü baş vəzirdə deyir ki, sən denən, baş vəzir, yəni qalib hökmdarın baş vəziri, uğursuz hökm xaqanın baş vəziri, məğlub hökmdara deyir ki, bax, deyir ki, səni bağışlayırıq. Amma malın, mülkün, taxtı, tacın bizimdir. Yəni, nə qədər mal dövlət yığmışsansa, ayaqlar dedi axı, o məğlub hökmdar Allahlıq iddiasına düşür. Allahlıq iddiasına kim düşə bilər? Malı, mülkün insanları xərcləməyən, malı, mülkü yığan adam, haram yəni qazanan, belə, malı, mülkü yığan adam, boş yerə yığan adam. Bax, bunu belə adamdır. Yəni, bu dediyimiz, yəni bu şəxslər belə bir adamdır. Və bu məğlub hökmdar və baş vəzir, testlərdə yazırlar, qalib hökmdar, xeyr, baş vəzir. Buna deyir ki, məğlub hökmdara, taxtın, tacın, malın, mülkün bizimdir, canın əmanətdədir. Əmanətdədir, yəni canı bağışlayıram. Deməli, məğlub hökmdarı öldürmürlər burada. Öldürmürlər. Və bunu eləyəndən sonra qalib hökmdar deyir ki, mənə çiçəkli köşkdə, köşk bildirsə nədir? Yəni villa, müasir dilənsə villa. Həmin villada, köşklü villada, çiçəkli, belə deyək də, villada, köşkdə, həmin bu qalib hökmdar əyləncə qurmaq, kef eləmək istəyirdi. Təklifi bu verir. Deyir ki, mən əyləncə eləmək istəyirəm, yəni kef eləmək istəyirəm. Harda? Çiçəkli köşkdə. Bu köşkdə axşam vaxtı, yəni belə deyək də, dünən axşam vaxtı bu köşkü məğlub hökmdar bəzətdirmişdir. Öz dilimizdən desək, villanı bəzətdirən kim olub? Məğlub hökmdar ki, mən əyləncə quracam. Halbuki sizə bayaqlar dedim, əsərin girişində dedim ki, 6 aydan çox idi ki, ölkə mühasirədə idi. Buna müəllif birinci hissədə qanlı mühasirə deyir. Baxın, eftitə baxın, əlavədi təyinə baxın, əlavəyə baxın. Qanlı mühasirə deyir. İndi əsərdə bura qaydaq. Deməli, bu dünən axşam, bu məğlub hökmdar özü üçün çiçəkli bir dənə villanı hazırlatdırmış ki, mən kef eləyəcəm. İndi amma bu kef kimə qismət oldu? Qalib hökmdara. Qalib hökmdar deyir ki, əyləncə vaxtıdır. Və öz vəzirinə deyir ki, mənim deyir, sadiq vəzirim deyir. Yəni, indi əyləncə vaxtıdır, kef vaxtıdır. Deyir, saqqalın şəraba batsın, yəni kef eləyək, əyləncə eləyək. Və bu vaxtı, bunlar əyləncə eləmək, kef eləmək vaxtı, ölkənin həmyerləri, Saranın həmyerləri. Əsərin başlanğıcında da sizə deyim ki, uşaqlar, Sara əsərimizin baş qəhrəmanıdır və proloq hissəsində də onun haqqında, onun səsinin tərifidir, ona müraciətlə deyilən məsələlərdir. Və burada Saranın həmvətənləri götürüb Saranı gəlirlər ki, bu qız bizim ölkəmizin ulduzudur. Bizim ölkəmizin ulduzudur. Yəni, indiki dinləndisək, belə deyək də, stardır. Ölkəmizin ulduzudur, yəni müğənnidə bu. Bunun səsi yaxşıdır, qoy oxusun. Öz həmvətənləri gətirir, Yəni, məğlub ölkən həmvətənlər, məğlub ölkədə olanlar. Sara da məğlub olmuşdu da, belə deyək. Məğlub ölkənin vətəndaşıdır bu Sarada. Və bu Saranı gətirirlər və burada qalib hökmdar deyir ki, əmr edir ki, oxusun. Kim oxusun? Sara oxusun. Sara oxumağa başlayır, amma Saranın səsində bir nifrət var, kin var. Kimə qarşı? Düşmənə qarşı. Amma şeirin sözlərində oxuyacağı şarkı deyək də, türkçə şarkı deyirlər, kitabımızda şərqidir. Mahnının sözlərində uşaqlar, vətənə məhəbbət var. Və bunu xüsusi ayrıca bir vərəqə yazarsınız, qeyd apararsınız. Burada Sara təbii ki, məcburiyyət qarşısında mahnı oxuyur. Şərqi deyək və yaxud türkçə şarkı deyək. Şarkı oxuyur, mahnı oxuyur, şərqi oxuyur. O şərqi nədən ibarətdir? 3 bənddir. 3 bənddən ibarətdir. 1. 3 bənddir. Hər bəndin sonunda bağlar müraciətdir, yəni bağlar burada xitabdır. 2. Bağlar həm də, belə deyək, qafiyədən sonra gəldiyinə görə rədif sayılır bağlar. Bir misrada
8 hecadan ibarətdir. Amma gərayliyə oxşur, amma gərayli deyil. Belə deyək də, 8 hecalıdır. Və burada əsərdə 3 bəndin 3-də də qafiyə sistemi belədir. Birinci, ikinci, üçüncü misralar həm qafiyədir. Hamısında 3 bəndin 3-də də. Birinci, ikinci, üçüncü misralar həm qafiyədir. Dördüncüsü sərbəst də deyə bilərik. Və yaxud dördüncüsü digər 2 bəndin 4-cü misrası ilə belə deyək, həm qafiyə də deyə bilərik. Bunlarda da həm qafiyələr belədir. Baxdı, baxmaq sözü ilə, baxdı, baxt taley mənasında, bir də taxt mənasında. Deməli, baxmaq mənası, sonra baxt, bəxt mənası, bir də taxt mənası. Bu mənalarda işlənir. Və bu olan 3 bəndlik şeirdə nələr var? Yəni, nə deyir burada bizə Sara? Və yaxud orada olanlara nə demək istəyir? Birincisi, orada vətənə məhəbbəti deyir. Vətənə məhəbbətdir. O şeirin sözlərində vətənə məhəbbət var. İkincisi, o şeirdə nahaq qan tökülməsi var. Üçüncü məsələ, qalib hökümdarın, belə deyək də, bir nəfərin hakimiyyəti ələ keçirməsi, hökümdar olması məsələsi var. Onu da yadda saxlayaq. Və bir də ki, vətən oğullarının şəhid olma məsələsi var. Bunları hamısını diqqətlə yadda saxlamaq lazım uşaqlar. Və bu şərqini oxuyur, yəni şarkını oxuyur, mahnını məcburiyyət qarşısında oxuyur. Və bu vaxtı həmin bu qalib hökümdar deyir ki, mən istəyirəm Saranın əlindən, yəni qızın, Saranın, müğənninin deyək də, oxuyan qızın əlindən mey içim. Yəni şərab içim mən, onun əli ilə mən şərab içim. Burada təbii ki, Sara məcburiyyət idi, yəni məcburiyyətdən bura öz həmvətənləri gətirmişdi bunu. Və bu vaxtı öz nişanlısı yadına düşür. Nişanlısının adı Arğundur. Və bunun nişanlısı döyüş vaxtı özü igiddir, igidliyi göstərib Arğun və 6 aydan çox sürən mühasirədə oxla öldürülüb. Bunlar diqqətlə qulaq asın. Oxla öldürülüb. Kim? Arğun. Adı Arğundur olanır. Və ölərkən də, can verərkən də bunu Sara görməmişdi öz nişanlısını. Görə bilməmişdi nişanlısı Sara. Və bu Arğun yadına düşür. Amma burada bir diqqət eləyin. Arğun ölsə də belə də öz nişanlısı bilirdi ölüb. Müharibədə ölüb. Amma bura özü öz xoşu ilə gəlməmişdi. Yəni Arğunun qisasına görə bura gəlməmişdi. Bunu məcbur gətirmişdilər. Kim? Həmvətənləri. Oxumağa məcbur gətirmişdilər. Ona görə həmin bu məqamda deyir ki, mən mey içmək istəyirəm. Bu yadda Arğun düşür. Və yadda saxlayın. Ürəyində Arğuna müraciət edir. Arğuna deyir ki, yəni müraciətlə də təbii ki, ölüb ruhu qarşısında belə deyək. Ona müraciətlə deyir ki, baxın, sən deyir olmadıqca, bax ha, insana bax, sən olmadıqca deyir, mən deyir necə yaşayım. Bax ha, bu əsərimizin qəhrəmanı həm də sədaqətli bir insan olduğuna işarədir. Deyir, sən olmadıqda deyir, mən necə yaşayım. Sevgilisi artıq ölüb, nişanlısı ölüb. Sonra nişanlısına deyir ki, Arğun ona müraciət edir. Sən deyir, tut qolumdan, mənə kömək ilə yurdumu deyir, mən xilas eləyəm. Yurdumu xilas eləyəm deyir. Qıza bax, deməli qız həm sədaqətli idi, həm də qız cəsarətli idi. Qorxmaz idi, qorxmur. Deyir, mənə köməkli elə, qolumdan tut. Təbii ki, ölmüşdə bilirdi. Yəni, cəsarət istəyirdi. Qolumdan tut, deyir, mən deyir, yurdumu xilas eləyəm. Arğuna deyir. Və bu vaxtı rəqqasələr də ayağa qalxır. Rəqqasələr də, yəni bununla oynaya belə deyə də mey aparıb verəcəklər. Ayağa qalxan anında bu vaxtı əlində olan zəhəri buna kim vermişdi, biz bilmirik uşaqlar. Əsərdə bizə məlum deyil ki, bu zəhəri Saraya kim verib? Sara burada zəhəri qatır meyin içərisinə. Görür ki, bu hökümdarın, qanıçən hökümdarın, uğursuz xaqanın başı qarşılıqlı bir dənə zəhəri atır onun içərisinə, meyin içərisinə. Gətirir birbaşa hökümdarın qarşısına. Hökümdarın əlindən öpür, bunu da yadda saxlayaq, məcbur idi.
hökmdarın qarşısına gəlməlisənsə, təzim eləməlisən. Yəni və təzim eləyəndən sonra nə etməlisən? Əlindən öpməlisən. Bu əlindən məcbur, təbii ki, məcbur idi, əlindən öpür. Və buna deyir ki, baxın, ey şah deyir, sən bu gülgün zəhri, zəhri yəni zəhər, gülgün yəni bəzəkli, o deməkdir. Bu bəzəkli zəhəri deyil, sən çoxdan içməliydin. Gülgün zəhər uşaqlar, burada üzü yaxşı görünən, amma içi ölümə bərabər olan deməkdir. Ona görə kitabımızda bu da yadda saxlayın epitetdir. Gülgün zəhər. Zəhərdir, yəni zəhərdir bilərsin. Deyir ki, bu gülgün zəhri deyir, sən çoxdan içməliydin. Kimə deyir? Şaha deyir. Hökmdara deyir. Sonra hökmdara deyir ki, şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Burada şahmar sözü hökmdara yəni ünvanlanıb, yadda saxlayır. Ədəbiyyatımızda bu bədii ifadə vasitəsi kimi simvol sayılır. Deməli, hökmdara simvol kimi, rəmz kimi nədən istifadə edir? Şahmar. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah deyir. Və şərabı ona verir. Yəni, meyi ona verir. Və şərabı içən şah təbii ki, ölməli idi. Səhər tezdən xalq eşidir ki, yəni hər kəs eşidir ki, şah yəni ölüb. Qan içən hökmdar, uğursuz xaqan ölüb. Öləndən sonra və xalq ayağa qalxır. Xalqın ayağa qalxmağına təkan verən Saradır. Amma Sara təşkilatçı deyil ha. Sara təşkil eləmir. Sara kim idi? Yəni bir el qızı idi də belə deyək. Adi bir xalqın içərisindən sadəcə səsi gözəl olan, xalqın içərisindən olan bir şəxs idi. Xalqın içərisindən olan şəxs idi. Təşkilatçılıq eləmir ha. Tarixdə də üsyan başçısı, Sara üsyan başçısı idi. Xeyr. Amma kitab cümləsi ilə desək, deyir ki, müəllif deyir, bu qızın hümməti ilə, hümmət nə deməkdir? Hümmət iradə deməkdir burada. Qızın iradəsi ilə, qızın zəhməti ilə, qızın səyi ilə, Saranın səyi ilə xalq azad oldu. Xalq ayağa qalxdı, bütün xalq ayağa qalxdı. Baxın, görək xalqdan kim ayağa qalxıb? Qocalar, uşaqlar, qalan burada bir də qadınlar. Və bunlar hansı təbəqə sayılır? Aşağı təbəqə. Testlərdə yazılır ki, yuxarı təbəqədə bütün xalqın bütün nümayəndələri. Xalqın bütün nümayəndələri o ki, kasıb da var, orta səviyyəsi də var, varlısı, zəngini də var. Amma burada yox uşaqlar. Burada ancaq aşağı təbəqə döyüşə girir. Qocalar, uşaqlar, bir də ki, qadınlar. Başqa kim var idi? Bayaq deyirdi ya, satqınlar, keşiş, şişman hoca, mömin müsəlmanlar, tacirbaşı, heç biri yox idi onlar. Şeyxlər heç biri yox idi o belə deyək də xalq hərəkatında. Xalq ayağa qalxdı və bu öz ölkəsindən insanları neynədi? Uzaqlaşdırdı. Və əsərin uşaqlar, əsas məsələlərindən də, toxunan məsələlərindən biri odur ki, insan öz vətəni uğrunda, müstəqillik uğrunda, azadlıq uğrunda mübarizə aparmalıdır. Məsələn, əsas məsələsi bax budur, ideyası məhz bundan ibarətdir. Və burada bunlar uzaqlaşırlar, qalib hökmdar təbii ki, öləndən sonra bunlar artıq da qalibiyyət olmaz, məğlub olur və tamamilə ordu çəkilir. Amma burada müəllif göstərir ki, Sara adı xalq üçün ən sevimli ad olur. Çünki xalq bilir ki, hökmdarı öldürən kim olur? Şahı öldürən. Sara ölüb, zəhərləyib öldürüb. Ona görə bunu da yadda saxlayır və əsərdə göstərilir ki, və bu həmin bu ölkə, yəni bayaq məğlub olmuşdu, indi artıq digər işğalçı qoşunu kənarlaşdırdılar, öz ölkələrindən qovdular. Bunlar azad olur, azadlıq əldə edir. Amma müəllif deyir ki, bu azadlıq köhnə mənada azad deyir. Bu nə deməkdir? Kitabda da belə oxuyarsınız. Deyir, azad idilər, amma köhnə mənada azaddır. Bu nə deməkdir? Bu deməkdir ki, bu ölkə yenidən azad oldu, belə deyək də, işğalçıları uzaqlaşdırdı, azad oldu, amma əslində azad olmadı. Bu ölkəni indi görək kimdən soruşaq? Qan içən bir kraldan. Bu ölkənin başına, yəni Saranın ölkəsinin başına kim keçir? Təzədən bir dənə qan içən bir hökmdar keçir. Desəz ki, o məğlub hökmdar var idi, ha, başlıqda.
Allahlıq iddiasına düşən Saranın, yəni əvvəlki belə deyək də, Saranın ölkəsinin hökmdarı, məğlub hökmdar. O hökmdar yenidən hakimiyyətə gəlmir uşaqlar. Hakimiyyətə yenidən gələn kral özü də qaniçar olur. Ona görə müəllif burada deyir ki, azadlıq köhnə mənada azadlıqdır. O getdi, indi təzəsi gəldi də qaniçar. Və müəllif deyir ki, burada hürriyyəti artıq dəfələrlə demişik, hürriyyət azadlıq deməkdir. Hürriyyəti soruş Baftalı generaldan. Baftalı nə deməkdir? Uşaqlar, bafta sözünün mənası bəzəkli parça, qızılı parça deməkdir. Bu nə deməkdir? Burada da bir kinayə var, ironiya var. Deyir ki, hürriyyəti generaldan soruş. Amma hansı generaldan? Baftalı generaldan. Yəni, üzü bəzək, bizim dildə isə içi təzək. Yəni, üzü bəzəkli, yəni paltarı general idi, amma generala layiq olmayan idi. Deməli, bu ölkə yenidən güya azadlıq qazandı, amma azadlığı da köhnə mənada azad oldular. Yəni, bunlara başçılıq eləyənlər kimlərdir? Başçılıq eləyənlər Qaniçən kral, bir də ki, hürriyyəti də soruşsan, Baftalı generaldan. Yəni, adı general olub, özü general olmayandan soruşursan. Və burada təbii ki, müəllif bu məsələləri də deyəndən sonra gözəl qıza müraciət edir. Gözəl qıza müraciət eləyərək deyir ki, qayğısız bir ölkənin qayğısız bir qızısan. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara. Bunu deyir və uşaqlar, burada əsərimiz bitir.